Sonra gəlir Əl-Hədisul Hadi Aşar. 11-ci hədis. An Abdullah bin Malik bin Buhaynə radiyallahu anhu. Deyir ki, Ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem İzə sallə fərrəcə beynə yədəyhi həttə yəbdu bəyadu ibtayhi. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, namaz qılanda əllərini elə aralayırdı ki, hətta qoltuqlarının ağları görsənirdi. Bu hədisi bax, İmam Buxar rəvayət edib 390-cı hədisdir və Müslim rəvayət edib 495-ci hədisdir. Və bütün hədislər belə gedir. Buxari, Müslim, Buxari, Müslim, Buxari, Müslim. Burada Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, namaz qılanda əllərini aralayırdı, hətta qoltuqların ağı görsənirdi. Namazda hansı hallardan gedir söhbət? Rükuda, səcdədə. Rükuda və səcdədə. Əlləri bax, belə aralayıb qılmaq. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem ya tək özü qılıb, ya da imam olaraq qılıb. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem namazların bütün hamısında bu cür qılıb. Amma əgər sən tək qılırsansa, əlləri bax, bu cür aralamağın geniş bir şəkildə sünnədir. Rükuda da, səcdədə də. Amma deyək ki, cəmaat sırasındasansa, cəmaatın içində səhvdəsənsə, insanlara əziyyət verməyəcək dərəcədə aralayırsan. Amma əgər sən çox aralasan, ətrafındakı insanlara əziyyət verərsənsə, bu olmaz, bu haramdır. Yəni, nə haramdır? İnsanlara əziyyət vermək haramdır. Namazda onları məşğul eləmək haramdır. Ona görə olmaz. Bu isə nədir? Müstəhəbdir. Yəni, bu əməl müstəhəbdir, sünnədir. Gözəldir, tək qılırsansa, imam durmusansa, tək qılırsansa, sünnələri qılırsan, ratibələri və s. Bax, bu cür əlləri aralı qoy. Bu gözəldir. Səcdədə, rükuda. Amma səhvin içindəsənsə, yəni insanlara əziyyət verməyəcək dərəcədə qoy əllərini. Səcdədə də, rükuda da. Amma yəni, mən sünnə yaşayıram deyib, belə əlləri aralasan, insanları sıxışdırsan, artıq insanların haqqına girmiş olarsan. Bu düzgün deyil. Bax, deyir, burada da Peyğəmbər sallallahu aleyhi ve sellemin o qoltuğun ağının görsənməsi məsələ. Deyir, çünki o vaxtki insanlar, həmən vaxtda insanlar, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələr də sadə geyimlər giyinirdi. O da nə idi? İzar və rida. Alt geyimi bir dənə böyük bir parçadan ibarət bağlanırdı, bir də üst parçadan. Yəni ki, belə bizim paltarlarımız kimi belələr qolları bağlı deyildi. Ona görə üstdən bağlandığı üçün parça belə, namazda əgər səcdədə qollarını çox aralayardısa, artıq bu hissə görsənir. Yəni bizdə də indi, yəni qolumuzu elə aralamalıyıq ki, yəni bədənimizdən aralı olsun və düz olsun və şux olsun. Namaz qılarkən şux qılmaq lazımdır, qardaşlar. İndi gələcək digər hədislərdə. Bu hədisimiz də bu qədər. Sonra gəlir digər hədis. Əl-Hədisus Sani Aşar. 12-ci hədis. Əbu Məsləmə Səid bin Yezid deyir ki, Səəltu Ənəs ibn Məlik. Ənəs ibn Məlikdən deyir, soruşdum ki, Əkənən Nəbiyyü sallallahu aleyhi və səlləm yusalli fi na'leyhi? Qalə nəam. Mən deyir, Ənəs ibn Məlikdən soruşdum ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayaqqabıları ilə namaz qılırdı? Dedi ki, bəli, qılırdı. Buxar rəvayət edib 386-cı hədisdir. Muslim rəvayət edib 555-ci hədisdir. Bu hədisdə deməli nə dəlil var? Ayaqqabı ilə namaz qılmağın məşru olması. Hətta deyir, bax, şeyx biraz irəli gedir. Hətta deyir, bu haqda deyir, əmr belə var. Ayaqqabı ilə namaz qılmağa əmr belə var. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. Sallu fi ni'alikum. Ayaqqabılarınızla deyir, namaz qılın. Xalaful Yahud. Yahudilərə müxalif olun. Görürsən? Yahudilər qətiyyən ayaqqabıda namaz qılmaz. Bax, fikir ver sonra digər məsələ. Burada deyir, bu hədis, ikinci hədisdə nə biz başa düşürük? Kafir qövmlərə müxalif olmaq məsələsi. Şeyx gör nə deyir? Onlara zahirdə müvafiq olmaq, gətirib batində, daxildə də müvafiq olmağa çıxardır. Necə də uyğun düşüb bu günümüzə aiddir, bax. Sənin zahirdə onlara, kafir qövmlərə uyğun olmağın nəticədə gətirir bir gün səni batinində, daxilində də onlara səni uyğunlaşdırır. Allah qorusun. Bu hədisdə nə var? Peyğəmbər sallallahu aleyhi ve sellem ayaqqabısına namaz qılıb. Sadəcə bu var, düzdür? İndi gör alimlər buradan nə çıxarır? Deyir ki, ennel asla bil əşya ət-tahara. Deyir, deməli, əşyalarda əsl təmizlikdir. Əşyalar təmizdir. Ayaqqabı belə olsa, deməli, əsl odur ki, təmizdir. Əsl odur.
Hətta zənnində olsa ki, onda nəcasət ola bilər. Zənn olsa, çünki nəcasət olan yerlərdən nə vaxtsa keçmirsən. Zənnində, ehtimalında, orada hər hansı bir damcı da olsa, nəcasətin olması ehtimalı olsa da, əsl odur ki, əşyalar təmizdir. Əsl təmizlikdir. Amma, yarhamıkallah. Amma məscidə girərkən Peyğəmbər sallallahu aleyhi ve sellem'də xüsusi hədislər var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, məscidə girərkən ayaqqabılarınızın altına baxın. Yəni, ayaqqabı ilə namaz qılmaq istəyəndə və ya məscidə girərkən. Əgər altından isə çirkaf varsa, təmizdə, sonra gir. Və ya axırında bir çirkaf varsa, nəcasət varsa, təmizləyirsən, sonra namaz qılırsan o ayaqqabı ilə. Amma nəcasət varsa, tamamilə o demək deyil ki, sən o ayaqqabı ilə artıq namaz qılanmazsan. O təmizləməyin qaydası da var. Nə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm? Onu da öyrədib. Sürtürsən yerə, torpağa, yerə sürtürsən, ayaqqabının altını təmizləyirsən. Artıq sən nəcasətin özünü aynən orada görmürsənsə, təmiz hesab olunur. Amma mikroskopla baxsan, görəcəksən. Elə orada damcılar. Ona görə dinimizdə bax, budur. Əsl əşyalarda təmizlikdir. O cür deyil. Dinimiz asandır, qardaş. Aynun nəcəsə, nəcəsətin özünü görürsənsə onu aradan qaldır. Sənin o paltarda namaz qılmağın üçün, namaz qılmağın icazəli olması üçün aynı gedəndə olur. Məsələn, onu yuyursan, təmizləyirsən və ayaqqabını alsa silirsən, görünmür ki, yoxdur ki. Bəs o paltarda sən namaz qıla bilərsən, o ayaqqabıda namaz qıla bilərsən. Deməli, indi burada bir məsələ də var. Keçmişdə, məsəl üçün, Peyğəmbər sallallahu aleyhi ve sellem giydiyi ayaqqabılar, başmaqlar nədir? Yüngül idi. Yüngül idi, rahat idi. Onda namaz qılmaq da elə bir çətinlik yaratmırdı. Amma məsəl üçün, bugünkü gündə sənin ayaqqabın çox belə kobuddursa, sən onunla namaz qılmağın sənə çox çətinlik yaradırsa, sən yenə də məcbur deyilsən o ayaqqabı ilə namaz qılmağa. Lap deyək ki, çöllük bir yerdəsən, rahat qıla bilmək üçün onu çıxarda bilərsən ayağından. Amma deyək ki, yüngül bir dənə krasovka var ayağında, idman ayaqqabısı var ayağında. Yüngül. Sadəcə altına baxırsan, təmizdirmi? Qıl qardaş o namaz, o ayaqqabıda namaz. Sən bunu etməklə eyni zamanda sünnəni dirçətmiş olasın. Həmçinin yahudilərə müxalif olmuş olasın, o niyyətlə, o etiqadını etsən, əlavə savablar qazanarsan. Allah bizləri də bu sünnəni doğru düzgün bir şəkildə yaşayıb, sevib yaşamağa müvəffəq eləsin. Allahım amin.